Kalaşlar Pakistanda, Çitral çayının vadisində 3000 metr hündürlükdə yaşayırlar. Sayları təxminən 4000-dir və Pakistanın ən az saylı xalqıdır. Alkoqollu içki içdikləri və müsəlman olmadıqları üçün bir zamanlar bu bölgə Kafiristan adlanırdı. Kafiristan vaxtilə Pakistanın şimal-qərbini və Əfqanistanın şərqini əhatə edirdi. Əfqan əmiri Əbdürrəhman xanın dövründə bölgənin adı dəyişdirilərək Nuristan adlandırılsa da, bölgə yenə Kafiristan kimi tanınır. Xarici görünüşlərinə görə digər Pakistanlılardan fərqləndikləri üçün Makedoniyalı İskəndərin ordusunun törəmələri olduğuna inanılır. Bəzi araşdırmaçılara görə isə kalaşlar bu bölgədə 4000 ildən çoxdur ki, yaşayırlar və tarixləri 2-ci Kirin dövrünə qədər uzanır. Aparılan genetik tədqiqatlar kalaşların Yunanların törəmələri olduqları nəzəriyyəsini təsdiq etməyib. Lakin 2014-cü ildə aparılan DNT analizlərinin nəticələrinə görə kalaşların genində qədim dövrdə Avropada yaşamış insanların DNT nümunələri də aşkar edilib. Onların Yunanlarla bağlılığının turistləri cəlb etmək üçün uydurulan əfsanə olduğu da deyilir. Çünki Pakistanın kasıb bölgəsində yaşayan bu xalqın əsas gəlir mənbəyi turizmdir. Kalaşlar Dart dili qrupuna aid sanskrit dilinin söz ehtiyatı ilə zəngin dildə danışırlar. Dilçilərin onlar üçün tərtib etdiyi latın əlifbasından istifadə edirlər. Buna qədər kalaşların tarixi nəsildən nəslə şifahi şəkildə ötürülürdü. Müsəlmanların əhatəsində yaşayan kalaşlar günəşə və təbiətə sitayiş edirlər. Onların dini bayramları rəqs və musiqi ilə müşayiət olunur. Bir çox bayramları olsa da, əsas bayramları fəsillərlə bağlıdır. Kalaşlar əkinçilik və heyvandarlıqla məşğuldular. Qadınlara yalnız dişi heyvanın ətindən yeməyə icazə verilir. Kalaşlarda boşanmaq hüququ isə yalnız qadına məxsusdur. Hətta başlıq pulunu da evlənəndə qadın ödəyir. Qadınlar dünyaya övlad gətirəndən sonra cəmiyyətdən təcrid olunur və bir müddət kənddən aralı Vaşali adlı yerdə yaşayırlar. İnanclarına görə nə qədər ki kalaş qadınları milli geyimdədirlər, xalq olaraq yox olmayacaqlar. Kimsə vəfat edəndə kalaşlar dəfn mərasimində cənazə ətrafında rəqs edir, həmin şəxsin yaxınlarına pul verirlər. Növbəti gün həmin pullarla ehsan verilir. Dəfn mərasimində hansısa səbəbdən iştirak etməmək təhqir hesab edilir. Kalaşlar mərhumun daha yaxşı bir yerə getdiyinə və geri dönəcəyinə inandıqları üçün ölən şəxsi dəfn etmirlər. İlin əksər hissəsi soyuq keçdiyi üçün tabutun içində saxlayırlar. Məbədlərdə keçirilən bu mərasimlər adətən 3 gün çəkir. Baş daşı əvəzinə qandau adlanan taxta fiqurlar quraşdırılır. Yırtıcı heyvanlar dağıtmasın deyə açıq tabutun üzərinə hörmə çarpayı qoyulur. Şər qüvvələrdən qorunmaq üçün isə kəndlərdə kunrik adlanan taxta heykəllər ucaldırlar. Kalaşlar üçün ən böyük təhlükə gənc nəslin müasirləşməsi və adət-ənənələri unutmasıdır. Bir zamanlar kalaşlar Taliban silahlılarının hücumuna məruz qalırdılar. 2017-ci ildə Pakistan hökuməti kalaşları özünə məxsus dini olan ayrıca xalq kimi tanıyıb.